Değerli izleyiciler, her zamanki kimi gözəl təkliflərlə qarşınızdayıq. Ən azından özümüz elə düşünürük ki, gözəl təkliflər eləyirik. Hal-hazırda 8 noyabr prospektində Nargilə dairəsinin düz yanında sizə ideal proyektdə bir ideal 3 otaqlı mənzil təqdim edəcəm. Mənzilimizin şəhərə və dənizə görüntüsü mövcuddur. Həmçinin 8 noyabr prospektində biz geniş olan qonaq otağı hissəsində dayanmışıq. Gördüyünüz kimi baxış açıqdır. Qonaq otağında eyvanımız mövcuddur. Hansı ki həmin eyvandan mətbəxdən də çıxış var. Qazımız var. Su işıq daimidir. Bura eyvanımız. Ümumilikdə 2 eyvan var. Gördüyünüz kimi görüntümüz. Əziz Aslanov Əhmədli istiqamətində görüntümüz. Eyvanı bu rakursdan yenidən çəkim sizlərə. Keçid alaq digər otaqlarımıza. Biraz burada əşyalar var. Bunlar hamısı təmizlənib təhvil veriləcək. Kupçalıdır, ipoteka yararlıdır. Bura xol hissəmizdir. Geniş olan xol hissəmiz. Sağ hissədə qardırob sahəmiz mövcuddur. Girişdən üzbəüz sağ hissədə mətbəximizdir. Mətbəximizin sahəsi də genişdir. Qeyd etdiyim kimi eyvana buradan da çıxış var. Geniş mətbəximiz. Və ümumi olan hamam otağımız bura qaranlıq olduğu üçün göstərə bilmirik, amma genişdir. Bura isə kiçik yataq otağımız. Dəyərli izləyicilər, kiçik yataq otağının daxilində özünə məxsus olan eyvan var. Aça bilsək açdıq. Bu eyvanımız bura digərindən böyükdür. Gözəl görüntümüz var. Külək bizi aparması yaxşıdır. Qapını bağlayaq. Və sonda isə daha nisbətən böyük olan yataq otağı, 3-cü otağımız və buradan görüntümüz. Buradan görüntünü sizlərə təqdim edəcəm. Nisbətən böyük görüntüdür. Gözəl görüntüdür. Dəniz istiqamətinə, şəhər istiqamətinə və 8 noyabr prospektinə gözəl görüntümüz var. Dəyərli izləyicilər, hər şeyə gözəl dedik, amma gəldi bu mənzilin bütün məlumatlarını sizə deməyə. 17 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən qanuni 3 otaqlı 120 kvadrat olan bu mənzilimiz Kupçalıdır. İpoteka yararlı mənzildir. İdeal planlaması mövcuddur. Proyekti var və mənzilin ilkin satış qiyməti 228.000 manat təşkil edir. Əlavə məlumat üçün 070 305 22 22 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Təşəkkür edirəm bizi izlədiyiniz üçün.